Hər vaxtınız xeyir. Bugün ismin ikinci bölməsini keçəcəyik. İsmin ikinci bölməsi deyəndə, yəni nəyi nəzərdə tuturam? İsimlərin cəmlənməsini. Biz ümumiyyətlə isimləri ingilis dilində cəmləyərkən S və ES şəkilçilərindən istifadə edirik. Və S və ES şəkilçilərini istifadə etdikdə tək ismin qarşısındakı EN artikılı düşür. Çünki EN artikılı tərcüməcə bir deməkdir və məntiqən düşünək, bir mənasını verən bir şey mən cəmləndirəndə artıq o birlikdən çıxmış olur. Məsələn, deyirəm ki, etoy deyirəm, etoy, bir oyuncaq. Mən bunu toys edəndə toys deyə bilmərəm də, bir oyuncaqlar deyə bilmərəm deyə EN artikılı burada düşməli olur. Ümumiyyətlə biz ingilis dilində tək isimlərə singular, cəm isimlərə isə plural deyirik. Bunu necə yadınızda saxlaya bilərsiniz? Single zaten tək deməkdir. Hələ yadınızda saxlaya bilərsiniz ki, tək isimlər singular, cəm isimlər isə pluraldır. Sonu S, SS, SH, GH, TCH, OX, Z ilə bitənlər cəmlənərkən S qəbul edir. Qalan bütün hallarda demək olar ki, isimlər S ilə cəmlənir, amma sonu S, SS, SH, GH, TCH, OX, Z ilə bitənlər cəmlənərkən S artırılır. Burasını eğer anladıqsa, bunlar zaten əzbərdir. Ben burada bütün qeydləri çıxartmışam. İstəyirsiniz dayandırıb buradan götürə bilərsiniz qeydləri, özünüzə qeyd edə bilərsiniz. Bunları öğrendikten sonra ümumiyyətlə isim bölməsi də, article bölməsi də, biraz da əvəzlik bölməsi də əzbərdir, amma qalanları artıq rahat olacaq sizin üçün. Deməli dedik ki, S, SH, SH, GH, TCH, OX, Z ilə cəmlənənlərin sonuna ES artırırıq. Amma bizim istisnalarımız var. Foto, video, stüdyo, radyo, piyano, auto, zoo, kenguru, solo, kilo. Bunlar bizim istisnalarımızdır. Bunların sonu O ilə bitsə də hər biri S ilə cəmlənir, ES ilə yox. Hər biri S ilə cəmlənir. Bunlar necə yadınıza saxlaya bilərsiniz? Foto, video, stüdyo hər biri belə deyək də, stüdyonun daxilində ola biləcək şeylərdə şəkil, video, stüdyo. Məsələn, bir stüdyoya gedirsiniz, siz orada həm şəkil çəkdirə bilərsiniz, həm də video. Deməli, nə yadınıza saxlayırsınız? Foto, video, stüdyo, radio, piano, auto. Deməli, radioda siz piyanonun hər hansı bir klasik, məsələn, piano oradan eşidə bilərsiniz. Hələ yadınıza saxlayın, hələ qruplaşdırın. Zoo, kenguru. Zoo zaten zorpak deməkdir. Kenguru da elə kengurudur. Zorpak da kenguru olur. Hələ yadınızı saxlaya bilərsiniz. Solo, kilo hər biri də qafiyəlidir. Mən bunu necə yadımda saxlayırdım? Mənim kimi keçmiş Blackpink heyranları olar aranızda. Jennie Kim'in solo deyilən bir mahnısı var və onun həmişə kilo takıntısı vardı Jennie Kim'in. Mən elə yadımda saxlayırdım solo kilo deyə. Daha sonra indi burada var ki, orada mən dərsə baxdım, yəni dərsin daxilində bu günləri Umudova'da sonu Y ilə, yəni Y ilə bitənlərin cəmlənməsini verib. Burada biraz qarışıq verib. Siz nə öyrənəcəksiniz? Boy, boys, baby, babies olaraq. Yəni o qədər uzun qayda əzbərləməyinizə gərək yoxdur. Boy, boys, baby, babies. Burada da yazmışam. Eğer sait gələrsə, Y-dan qabaq sait gələrsə S verəcəksiniz. Y-dan qabaq samit gələrsə, gördüyünüz kimi bu gəlib məsələn burada. ES verəcəksiniz. Y-ni buradan atacaqsınız. Onun yerinə ES yazacaqsınız. Yəni, bu qədər sadədir. O qədər uzunca bir oxumağa, qayda əzbərləməyə lazım deyil. Boy, boys, baby, babies olaraq əzbərləyəcəksiniz. Sonu F ilə bitən isimlərdir deyək. FV əvəzləməsi olur. Yəni F və FE yazılanlar V ilə əvəzlənir və onun sonuna S qəbul edilir. Yəni
F və FV əvəzinə birbaşa VS yazırıq. Məsələn, a knife-dırsa, buradakı FV düşür, onun yerinə knives yazılır. Və yaxud da ki, a wolf-dırsa, buradakı F düşür, onun yerinə wolves yazılır. Amma bizim yenə istisnalarımız var. Bu istisnaları əzbərləmək sizin üçün vacibdir. Cliff, believe, chafe, roof, handkerchief, safe, burada aşağı düşüyor. Bu safe deməkdir. Muff, calf, giraffe. Bunlar istisnalardır. FV ilə bitsələr belə sonu S-lə cəmlənir. V-lə yox. Yəni bunlarda F-lar, ondan sonra F-lər bunlar heç biri düşmür. Amma nə demişdik? Demişdik ki bunlar yəni sonu F və F ilə bitənlərin sonu V-lə cəmlənir. F düşür orada. Amma istisnalarımız ki var. Clip, believe, chafe, roof, handkerchief, safe, muff, calf, giraffe. Bunlar istisnadır. Bunların sonu S ilə cəmlənir. Burası önəmlidir. Bu sözlərdəki bunları silirəm. Bu sözlər əzbərlənməlidir. Çünki qarşınıza çıxanda çaşıb yazsanız o sizin üçün artıq səhv götürüləcək. Deməli, təki cəmi eyni olanlar, burada sizin əzbərləməli olduğunuz bir sıra söz qrupları var. Hansılardır? Təki cəmi eyni olanlar, kökündən dəyişənlər, toplu isimlər, iki ayrılan hissədən ibarət olanlar və iki ayrılmaz hissədən ibarət olanlar. Mən ayrılmaz hissədən ibarət olanlar yazmışam. Sizinlə bir yerdə ayrılmazlar yazmışam. Yadımdan çıxıb ayrılanlar daha doğrusu yazmaq. Deməli, dedik ki, təki cəmi olanlar, toplu isimlər, kökündən dəyişənlər, iki ayrılan və ayrılmaz hissədən ibarət olanları əzbərləyəcəksiniz. Amma ən çox da təki cəmi eyni olanlar, kökündən dəyişənlər və toplu isimləri əzbərləməlisiniz. Təki cəmi eyni olan deyəndə nəyi nəzərdə tuturam? Məsələn, sheep, qoyun deməkdir. Mən a sheep də yazsam, sheep də yazsam eyni yazacağım. Yəni, məsələn, nə deyirdik? Deyirdik ki, sözlərin sonuna əgər cəmləyiriksə, isimləri cəmləyiriksə, ya S yazırıq, ya S yazırıq, hər hansısa bir şey yazırıq və yaxud da ki, sonunu F və yaxud da ki, F ilə bitirsə, VS yazırıq, bu F-lər düşür. Bunlarda elə bir şey yoxdur. Bunlarda bu qaydaların heç birindən istifadə etmirik. Nə S artırırıq, nə IS artırırıq, nə heç bir şey yəni. Bunlar olduğu kimi qalır. Mən bunların təkliyini, cəmliyini hardan bilirəm deyə sorsanız, artikeldan. Əgər qarşısında EN artikeli varsa bilirəm ki, bu təkdir. Əgər qarşısında EN artikeli yoxdursa bilirəm ki, bu cəmdir. Deməli, bizim təki cəmi eyni olanlar hansılardır? Sheep, deer, swine, grouse, trout, salmon, fish. Qarşınıza və mean serious species, bunların sonundakı S-i unutmayın dostlar. Bunların sonundakı S cəmliyi bildirmir. Özlərinin S-idir. Mean serious species'in sonundakı S, bir daha deyirəm, özlərinin S-idir. Orada hər hansısa bir cəmlənmə yoxdur. Bir də ola bilər ki, qarşınıza fishes çıxa bilər. Yazaq buradan. Hatta bunları siləm. Belə. Fishes də çıxa bilər qarşınıza. Deməli dostlar, fishes qarşınıza çıxanda çaşmayın, deməyin ki, bu səhvdir. Əgər fishes verilibsə sizə, o balığın növləri mənasındadır. Məsələn, mən a fish deyirəmsə, bu zaman tək bir balıqdan, məsələn, nərə balığından bəhs edirəm. Amma fish deyirəmsə, balıqlardan söhbət gedir. Yəni, nərə balıqlarından söhbət gedir. Amma fishes deyirəmsə, artıq balığın növlərindən danışıram. Deyirəm ki, məsələn, nərə balığı və yaxud da ki, tuna balığı. Bunlardan hər ikisindən eyni anda danışıramsa, növlər mənasını verir. Fərqli-fərqli növlərdir. Ona görə fishes deyə cəmləyə bilirəm. Balıq növləri mənasında. Amma balıqlar demək istəyirəmsə, fish deyəcəm. Sonra kökündən dəyişənlər var. Bunlar cəmlənərkən heç bir şəkildə şəkilci qəbul etmirlər.
belə deyək də, təki cəmi eyni olanlar kimi eyni söz olaraq qalmırlar. Kökü dəyişir bunların. Məsələn, man, men olur. Woman, women olur. Foot, fit. Goose, geese. Tooth, teeth. Lows, lies. Mouse, mice. Child, children. Oak, oxen. Person, people və yaxud da ki persons olaraq da cəmlənə bilər. Bunlar əzbərlənəcək. Bunların, yəni belə deyək də, o yanı bu yanı yoxdur. Əzbərləməliyik. Çünki bəzən qarşımıza çıxır. Məsələn, bizə cəm halda bir cümlə verir, amma onun mübtədasını təkdə verir. Məsələn, woman verir, amma məsələn onun xəbəri mürəkkəb nədir? Onun xəbəri cəmdir. Məsələn, bu cümlə səhvdir. Bizdən onu istəyəcək. Ona görə də kökü təki cəmi eyni olanlar danışa bilmədim. Kökündən dəyişənlər və toplu isimlər əzbərlənməlidir. İndi gələm toplu isimlər. Toplu isimlər nədir? Azərbaycan dilində də biz keçmişik toplu isimləri. Həmişə cəmdə olan isimlərdir bunlar. Tək olmurlar, həmişə cəmliyi bildirirlər. Hansılardır? Police, cattle, poultry, gentry, riches, goods, contents, clothes, stairs, beggars, earnings və people. Bu peoples da ola bilər. Necə yəni peoples ola bilər? O da xalqlar mənasını verirsə. Çünki people xalq deməkdir. Peoples olduqda isə fərqli xalqlardan belə deyək də nəzərdə tutulur. Bunlar toplu isim olduğuna görə toplu isimlərin sonuna hər hansısa bir belə deyək də cəmlənmə şəkilcisi artırılmır. Zaten özləri topluluq bildirir, yəni cəmlik bildirir. İki ayrılmaz hissədən ibarət olanlar həmişə cəmdə istifadə olunan isimlərdir. İndi soruşa bilərsiniz ki, iki ayrılan hissədən ibarət olan nədir? İki ayrılmaz hissədən ibarət olan nədir? Ayrılanları sizdən bir yerdə yazacağım. Ayrılmazlar çoxdur. Onları əzbərləmənizin asan yolunu deyəcəm. Ümumiyyətlə, məsələn, İki ayrılmaz və ayrılan hissədən ibarət olanın fərqi nədir? Siz şalvar geyinirsiniz. Şalvarın iki dənə ayağı olur ki, siz o ayaqdan geyinirsiniz. Deməli, o şalvarın bir ayağı olmasa, siz onu geyinə bilmərsiniz də. Yəni, məsələn, o sizin üçün istifadəyə yararlı ola bilməz. Və yaxud da ki, deyək ki, qayçı. Qayçının iki qolu var. Qayçının iki qolundan biri olmasa, siz onu qayçı kimi istifadə edə bilmirsiniz. İki ayrılmaz hissədən ibarət olanda bunları nəzərdə tuturuq ki, hər hansı bir qolu, bir tayı itsə, ya hər hansı nəsə olsa, onu istifadə edə bilmərsiniz. Amma iki ayrılan hissədən ibarət olan dedikdə, biz məsələn nəyi tuturuq nəzərdə? Əlcəyi tuturuq. Əlcəklərin hər ikisi ayrı-ayrı taylardır da, bunlar bir-birlərinə bitişik deyil. Yəni, iki ayrılan hissədən ibarətdirlər. Və yaxud da ki, çəkmələr olsun, bots dediyimiz, botlar olsun. İki ayrılan hissədən ibarətdirlər, bəli, iki ayrılan hissədən ibarətdirlər. Və yaxud da ki, sırğa olsun, idman ayaqqabıları olsun və s. İndi onları da yazacağım. Deməli, iki ayrılmaz hissədən ibarət olanlar dedik ki, həmişə cəmdir. Onlar belə deyək də, məsələn, sizə bəzən verir. Orada mübtədanı, bunu daha çox biz deməli əvəzlik dərsində keçəcəyik. Əvəzlik dərsində məsələn hər hansısa bir mübtədanı çıxardır, deyir ki, onu əvəzliklə əvəz elə. Məsələn, siz iki ayrılmaz hissədən ibarət olanları görsəz, ora mütləq ki, cəm əvəzliklər verəcəksiniz. Tək əvəzliklər verə bilmərsiniz. İki ayrılmaz hissədən ibarət olanları mən iki yerə ayırmışam. Bir, paltar və yaxud da ki, aksesuar olanlar. Məsələn, bunlar paltar və ya aksesuarlardır. Bir də əşyalar var. Əşyalar. Bunları ikiyə ayrı belə öyrənmək sizin üçün daha rahat olacaq deyə fikirləşirəm mən. Deməli, trousers, jeans, pants.
Hər biri şalvar mənasını verir. Tight kalkotkadır. Short şortikdir. Pijama pijama da axşam geyindiyimiz. Glasses eynək. Spectacles da eynəkdir. Ondan sonra bir de əşyalar var. Əşyalar da məsələn handcuff, qandal. Handcuff bu belə kelepçe deyirlər. Türklər bəlkə elə bilərsiniz. Kelepçe mənasını verir. Ondan sonra scissors, qayçı, scales, tərəzi, tongs və pliers, kəlbətin, binoculars, durbin, handphone, qulaqcıq, tweezers isə pinsetdir və bunlar iki ayrılmaz hissədən ibarət olanlardır. Deməli, bu 8 dənəsi əşya olandır. Bu qalanları, daha doğrusu 8 dənəsi paltar və aksesuardır. Qalanlar isə əşyadır. Yəni sizin üçün öyrənmək elə daha rahat olacaq deyə fikirləşirəm mən. İndi mən gəlmək istəyirəm iki ayrılan hissədən ibarət olanlara. İki ayrılan hissədən ibarət olanlar dediyim kimi tayları olandır. Məsələn, siz dediyim kimi şalvarın bir tayını geyinib, bir tayını geyinməyə bilmərsiniz. Çünki şalvar zaten iki tayın birləşməsindən əmələ gəlir. Amma elə əşyalarımız var ki, məsələn, corablar, onların bir tayı olur, diğer tayı olmur. Yəni bir tayını, corablarınızın birini bir taydan, diğerini başqa bir taydan geyinə bilərsiniz. Məsələn, bəzən olur ki, mən elə geyinə bilirəm. Amma bu səhvən olur, amma yenə də. Məsələn, hansılarda iki ayrılan hissədən ibarət olanlar. Deməli, bu isimlər bir tayından əgər söhbət gedərsə, təkdə də istifadə oluna bilər. Yəni, iki ayrılmaz hissədən ibarət olanların fərqi, iki ayrılan hissədən ibarət olanların fərqindən bilirsiniz nədir? İki ayrılmaz hissədən ibarət olanlar həmişə cəmdədir. Və əgər onu əvəziyə falan çevirəcəksiniz, həmişə cəmə əvəzlik verəcəksiniz. Amma iki ayrılan hissədən ibarət olanların tək tayından söhbət gedirsə, təkdə də istifadə edə bilərsiniz onları. Hansılardır bunlar? Deməli, 1. Socks. Bu corab deməkdir. Corablar deyək hətta. Məsələn, socks corablardırsa, bunu nəzərdə tuturam. S-sock desə, S-sock desə, corabın tayından burada söhbət gedir. Yəni, burada corabın tayı, bir tayından söhbət gedir. Və mən bu corabın bir tayından söhbət aparıramsa, o zaman onu nə edə bilərəm? Təkdə istifadə edə bilərəm çox rahat bir şəkildə. Stockings var. Uzun corablardır. Bu belə məsələn dizə qədər falan gələn corablar var ha. Onlar stockingsdir. Uzun corab yazıram buna. Corablar. Daha sonra ayaqqabılara keçirəm. Shoes. Ayaqqabı deməkdir. Bunları da öyrədəcəm, necə yadınıza saxlaya bilərsiniz. Ondan sonra trainers. Bu idman ayaqqabılardır. Oğlanlar falan giyinirləri, bu futbol ayaqqabıları falan, onlar trainers olarak gelir. Daha sonra boots. Çəkmələrdir bunlar. Çəkmələr. Ondan sonra əlcəklərə gəlirəm. Gloves. Bu 5 barmaq əlcəkdir. Əlcək. Əlcəklər bilirsiniz də, görmüsünüz böyük ehtimalla 2 tip olur. Ya 5 barmağı olurlar, yəni 5 parmağınızın da içinə keçdiyi. Ya da bir dənə belə, ya belə olurlar. Belə. İndi siz bunu nəzərə almayın, mənim çəkdiyimi. Ya da belə olanlar var. Məsələn, çox vaxt uşaqların falan olur. Yəni bu olan glovers'dir. Bu olan isə, yəni tək barmaq əlcək dediyimiz əlcəkdirsə,
Mittens adlanır ingilis dilində. Əlcəklər yazıram. Bir də bayaq dediyim kimi tək barmaq olan mittensdir. Tək barmaq əlcəklər. Və ən son olaraq da sırğalar. 8 earnings. Sırğalar. Mən bunları necə yadımda saxlayıram? Ən aşağıdan ən yuxarıya doğru. Məsələn, ən aşağı haramızda? Ayaqlarımız. Ayaqlarımızda nə var? İç tərəfində corablar. Deməli, socks, stockings. Corablarımızı yadımda saxladım. Sonra keçirəm ayaqqabılara. Aşağıdan yuxarı başlayıram axı. Shoes, trainings, boots. Yadda saxladıq. Keçirik biraz daha yuxarı. Nədir biraz daha yuxarı? Əllərimiz. Gloves, mittens, əlcəklərimizi də tamamladıq. Ən son, ən yuxarıda olan nədir? Bizim belə deyək də sırğalarımız, yəni earnings. Deməli, isimlərin təki cəmi bu qədər idi. Siz bir də nə öyrənəcəksiniz? Məncə hər birinizdə Günarə Umudova var. Olmasa belə internetdən, oradan PDF-dən ya da bir şəkildə siz belə deyək də sayılmayan isimləri oradan götürə bilərsiniz, əzbərləyə bilərsiniz sayılmayan isimləri. Sayılmayan isimləri əzbərləmək, onları bilmək çox önəmlidir. Eğer onları bilməsəniz, topudaki birçok sualı yaza bilməyəcəksiniz. Çünki topudaki birçok sual sayılmayan isimlər üzərindən qurulub. Yəni dediyim kimi, eğer onları bilməsəniz, sizin üçün çətin ola bilər. Belə, qaydalar bu qədər idi. Eğer hər hansısa bir şey olsa test izahında, eğer burada yadımdan çıxan bir şey olsa test izahında da onları izah etməyə çalışacağım. Ümid edirəm ki, sizin üçün qayda izahı asan oldu və öyrədici oldu. Nəsə sualınız olsa, hər hansısa bir qaydanı anlamasanız, yazmağı, mənə yazmağı, kommentlərdə yazmağı, yəni bundan çəkinməyin. Əlimdən gəldiyi qədər kömək etməyə çalışacağım. Belə, dərs izahı bu qədər idi. Birazdan test izahını da edib sizinlə videonu qavuşturacağım. Sağ olun. Mən keçirəm. Dərsin izahını verdik. Siz oradan ümid edirəm ki, qeydlərinizi götürdünüz. Əzbərlənməyə lazım olanlar əzbərləndi. İndi mən keçirəm dərsin izahına. Hər dəfə bu, məsələn, variant 1-də, 2-də, 3-də, 4-də başda cümlə veririk. Choose a line of noun in the plural. Yəni, cəm olanları seç. Yəni, cəm isim olanları seçin. Bu tərcüməni hər dəfə verməyəcəm. Məsələn, deyəcəm ki, 1-də bizdən cəm istəyir, çünki pluralını görürəm. 2-də bizdən cəm istəyir, çünki pluralları görürəm. 3-də bizdən tək istəyir, çünki singuları görürəm. Elə izah edəcəm. Yəni, 1-də cəm istəyir, 2-də cəm istəyir, 3-də məsələn tək istəyir, 4-də tək istəyir, kimi. İndi sözü çox uzatmadan dərsə keçirəm. İzahına keçirəm. Birinci testdə bizdən cəm isimləri istəyir. A variantında ox çıxırıq. Çünki demişdik ki, ox təkdir, oxen cəmdədir. Bunlar kökündən dəyişənlərin içərisindədir. Mən, woman, goose, geese, toast, slow, size, mouse, child, children, ox, person, people ya da persons. Bunlar dediyim kimi əzbərlənməlidir. A variantından ox'a çıxdım. B variantında progress'e çıxıram. Ümumiyyətlə progress'dir. Sonra news var. Məsələn, xəbər mənasını verir. Bunların sonunda S olsa da o S cəmliyi bildirmir, təkliyi bildirir. B variantından onu çıxdım. C variantında B-rini çıxa bilərsiniz. D variantında qalsın. G variantında isə fiziki çıxırsa cavab qalır D variantı. Fiziksi niyə çıxırsınız dostlar? Çünki bu bir fəndir və mən deyəsən izahda deməmişəm. Siz
sayılmayan isimləri də əzbərləməlisiniz. Sayılmayan isimlər də cəmlənmir, artikellə istifadə olunmur, rəqəmlə istifadə oluna bilmir. Çünki sayılmalar və bunlar arasında physics olsun, nə bilim chess olsun və yaxud da ki matematik olsun, o olsun, bu olsun. Ümumiyyətlə fən mənasını bildirənlər sayılmadığına görə biz onları cəm arasında götürə bilmirik. Ona görə də bir də cavab D variantı olur. İkinci sualda yenə bizdən cəm isimləri istəyir. Deməli, A variantı qalsın, B variantında face çıxırsınız, C variantında yenə physics var, onu çıxırsınız, D variantında progress, strawberry-ni çıxa bilərsiniz, Y variantında isə lettəni çıxırsınız, cavab qalır A variantı. Üçüncü sualda sizdən tək isimləri istəyir. Information deməli sayılmayandır. Ondan sonra places və tis. Burada tisi və places'e çıxa bilərsiniz. Çünki bunlar cəmdir. B variantında closes'e çıxa bilərsiniz. C variantında deməli qalsın. D variantında oxygenlə giysi çıxacaqsınız. Y variantında isə watches-ı çıxacaqsınız. Cavab qalacaq C variantı. News sayılmır xəbər deməkdir. Progress də sayılmayandır. Money də sayılmayandır. Ümumiyyətlə sayılmayanları təklərə götürə bilərsiniz. Çünki bunlar cəm deyirlər, sayılmırlar, yəni məntiqəndə təkdədirlər. Amma dediyim kimi en artikelından istifadə olunmurlar. Çünki en artikeli nə üçün istifadə olunur? Saymaq üçün. Məsələn, deyirəm ki, a toy, yəni bir oyuncaq. Deməli, neyinədir? Mən bunu saydım. 2 oyuncaq da deyə bilərəm. Amma sayılmayanlar elədir ki, biz onları saymırıq. Yəni, məsələn, siz oturub da deyək ki, qum dənələri var, elə. Siz oturub qum dənələrinin hamısını bir-bir sayırsınız? Yox. Sayılmayanlar da elədir. Məsələn, sən zaten özü qum mənasını verir və sayılmır. Yəni, sayılmayanlarla təkləri ayırmaq lazımdır. Sayılmayanlar en artikelından istifadə oluna bilmirlər. Dördüncü suala baxıram. Yenə bizdən təkləri istəyir. A variantında hər şey yəni tək də qalsın. B variantında fiti çıxırsınız, foot'un cəmidir. C variantında people çıxırsınız, person'ın cəmidir. Həm də meni çıxa bilərsiniz, mənin cəmidir. D variantında polis toplu isimdir. C variantında isə mice, mouse'un cəmidir. Ona görə də cavab A variantıdır. 5-ci sualda bizdən yenə cəm isimlər istəyir. Mouse təkdədir. Birlər gedir, yəni A variantı gedir. House təkdədir, ikilər gedir, yəni Y ilə C variantı gedir. Yerdə demə qalır B ilə D variantı. Closes cəm isimdir, götürürük. Toplu isimlər arasındadır. People toplu isimlər arasındadır. Fit də kökündən dəyişən foot'un cəmidir, yəni ayaqların cəmidir. 6-cı suala baxıram. Deməli, B variantı bizdən cəmləri istəyir. B variantında fizik var, sayılmır getdi. C variantında ay təkdədir. D variantında watch təkdədir. Y variantında da fellow çıxır. Cavab qalır A variantı. 7-ci sual bizdən cəmi istəyir. Happiness çıxıram, sayılmayandır. Ondan sonra experiment çıxıram. Daha sonra B variantından deməli cloth'u çıxa bilərəm. D variantından D çıxıram. Geridə qalır police və dishes. 8-ci sualda bizdən təkləri istəyir. Deməli A variantında kittens, B variantı qalsın. C variantında cantis. Ondan sonra D variantında tables. Y variantında isə spoons çıxır. Cavab qalır B variantı. 9-cu sualda bizdən təkləri istəyir. Ona görə də A variantından cups çıxır. B variantından flagsla marks çıxır. C variantı qalsın. D variantında cars çıxır. Y variantında isə carpet çıxır. Cavab qalır C variantı. 10-cu sualda bizdən təkləri istəyir yenə. A variantından giz çıxır, həm də lease çıxır.
B variantından songs çıxır. C variantından deməli tones çıxır. Y variantından children çıxır. D variantından da doğrusu children çıxır. Y variantı qalır. 11-ci sualda bizdən təkrar istəyir yenə. A variantından drivings çıxır. B variantından museums çıxır. Həm də businessmen də çıxa bilər. C variantında tourists çıxır. D variantı qalsın. Y variantında fish çıxa bilər, həm də servants çıxa bilər. Cavab qalır D variantı. 12-ci sualda bizdən təkrar istəyir yenə. A variantında teas var. B variantında mice var. Stairs var. C variantında deməli qalsın. D variantında invents var. Həm də free place var. Y variantında fits ilə çıxır. Daha doğrusu fit çıxır. Fits yox, fit çıxır. 13-cü sualda yenə bizdən təkrar istəyir. Birinci sualı daha doğrusu birinci yazılanı götürürəm. Kapı götürürəm. Dolls çıxır. Yəni ikilər çıxır. Daha sonra teas tuzun cəmidir. Ona görə üçlər çıxır. Və foxu götürürəm. Cavab A variantında Pierce də çıxır. Çünki cəmlənir. 14-cü sualda bizdən yenə təkrar istəyir. A variantı knife'ın cəmidir. F-ı əvəzləməsi olub və S gətirilib. Yəni V-lə cəmlənib. Yəni birləri çıxıram. Yəni B ilə C çıxır. Ondan sonra 2-ni götürürəm. Çünki mandır. Men olan cəmdir. Man olan təkdir. Knowledge sayılmayan isimdir. Yəni təkdir. 2-ni götürürəm. Bilik deməkdir. Roofs cəmlənib çıxıram. Cheese sayılmayandır. Pendir deməkdir. Götürürəm. Fit də footun, yəni ayaqların cəmidir. Ona görə də çıxıram. Cavab qalır A variantı. 15-ci sualda bizdən sayılmayan isimləri istəyir. Child sayılır, baby sayılır B variantında. A variantında child sayılır. Məsələn, C variantında face sayılır. D variantında farm sayılır. Məsələn, carrot da sayıla bilər əslində. Y variantında müzikdir, advice'dir, kindness'dir. Bunlar sayılmır. Müzik bildiğiniz kimi musiqidir. Advice məsləhətdir. Kindness isə nədir? Xeyirxahlıq, yəni daha doğrusu kind insan, xeyirxah insan, nə bilim mehriban insan mənasını verir. Mehribanlıq, xeyirxahlıq yox da mehribanlıq daha doğrusu. 16-cı sualda yenə bizdən sayılmayan isimləri istəyir. Deməli, belə deyək də 4-cü sualda animal var. Animal ola bilər, animals ola bilər, essence ola bilər. Ona görə də çıxıram. Sonra 3-cü suala baxıram. Pollution, honesty, sayılmır heç biri. 2-ci sualda da city var. Şəhər deməkdir və şəhərlər deyə bilirəm. Ona görə də cavab qalır Y variantı. 17-ci sualda yenə bizdən sayılmayanları istəyir. Ona görə də ikinci sualdan pencil çıxıram. Armini də çıxa bilərəm. 2-ni çıxıram. 2 olan variantda çıxıram. Yəni B ilə C çıxır. Və 4-cü sualda story ilə hero var. Onları da çıxıram. Cavab qalır D variantı. Story hekayə deməkdir. Hekayələr deyə bilirəm. Hero da qəhrəmandır. Heroes deyə bilirəm. Heroes deyə bilirəm. Çünki hero da nədir? Qəhrəman deməkdir. Qəhrəmanlar deyə bilərəm. 18-ci sualda bizdən cəm istəyir. Woman'ın cəmidir. Mouse təkdədir. People, person'ın cəmidir. Tooth təkdədir. Goose da təkdədir. Gis olmalıydı cəm olması üçün. 1-3 mənim doğru variantımdır. Yəni 18-də cavab dedim. 19-cu sualda bizdən yenə təklər istəyir. Ona görə də mən burada nəyə çıxıram? Circus'ı çıxıram və trainers'ı çıxıram. Bunları harda
keçmişdik. İki ayrılmaz hissədən ibarət olanlarda yenə deyirəm, birinci qaydaları əzbərləyirsiniz. Sonra bura gəlib testlərin izahına baxırsınız. 20-ci sualda yenə bizdən cəm ismi istəyir. Deməli, education sayılmır, getdi A variantında. B variantında history'ni çıxırsınız. C variantında pool'u çıxırsınız. D variantında membəni çıxırsınız. Cavab qalır Y variantı, shorts. İki ayrılan hissədən ibarət olmayan idi, yəni cəmdir. Women də woman'ın cəmlənmiş formasıdır. 21-də bizdən cəm ismi istəyir. Deməli, A variantından juice-lə voice çıxır. B variantından news çıxır. Y variantından metod çıxır. C variantından daha doğrusu metod çıxır. D variantından glass çıxır. Y variantı bizim doğru variantımızdır. Geese, Goose'un cəmidir. Goats da toplu isimlər arasındaydı. Mal-əmtə deməkdir. 22-ci sualda bizdən təkləri istəyir. Deməli, A variantında dolphini çıxırıq. Daha doğrusu təkrar istəyir də rubbers'ı çıxırıq, üzrlü sayın. B variantından sportsman'ı çıxıram. C variantından women'ı çıxıram. D variantından parries'ı çıxıram. Cavab qalır Y variantı. 23-cü sualda yenə bizdən təkləri istəyir. Deməli, A variantından women'ı çıxıram. B variantından socks'ı çıxıram. C variantından clothes'ı çıxıram. Mən niyə C-yə deyirəm? Y variantından people'ı çıxıram. Cavab qalır D variantı food təkdədir, bench də təkdədir. 24-cü sualda bizdən yenə təkləri istəyir. Deməli, A variantından shoes'ı çıxıram. Ondan sonra C variantından trousers'ı çıxıram. D variantından queen'si çıxıram. B variantından da roses'ı çıxıram. Cavab qalır Y variantı. 25-ci sualda bizdən cəmləri istəyir. Ona görə də A variantından tools'ı çıxıram. Tiz olmalıydı. B variantından watch'ı çıxıram. Ondan sonra C variantından ruler'ı çıxıram. D variantı qalsın. Y variantındansa web'i çıxıram. Cavab qalır D variantı. 26-cı sualda bizdən cəmin istifadə olunduğu, cəm ismin istifadə olunduğu cümləni istəyir. A variantında görürəm ki, a lady verib, yəni təkdədir. A lady bir xanım deməkdir. A variantını çıxıram. B variantında görürəm ki, people var. Deməli, burada bir toplu isim var. Həm də burada friends var. Deməli, bu da yəni dostlar deməkdir. People da insanlar deməkdir. Ona görə də B variantı qalsın. C variantından məsələn glass şüşə deməkdir. Sayılmayan isimdir. Yəni heç vaxt cəm ola bilməz. Cəm olar da məsələn şüşə belə deyək də türklər demiş bardaqlar, yəni şüşə bir stəkan mənasını versə o zaman cəmlənər glass. Yoxsa belə şüşə mənasında işlənsə o istifadə oluna bilmir. C variantını ona görə çıxırıq. D variantında məsələn development var, inkişaf sayılmır çıxdı. Y variantında da a bicycle verib, bir dənə velosiped, həm də Harry'də təkdə olan bir yəni şəxsdir. Ona görə də cavab B variantıdır. 27-də bizdən cəmləri istəyir. A variantından snack və spice çıxa bilərsiniz. B variantından məsələn hamdan pollution'ı çıxa bilərsiniz. Dediyim kimi pollution'dır, snack'dır, nə bilim, ondan sonra development'dır və s. Bunlar sayılmayan isimlərin içərisindədir. Sayılmayan isimləri əzbərləməyiniz şərtdir, ona görə deyirəm. C variantından heç nə çıxmırsınız. D variantından boss'u çıxa bilərsiniz, həm də politics'i çıxa bilərsiniz. Y variantından nifsi furniture-ni çıxa bilərsiniz. Cavab qalar C variantı. 28-ci sualda bizdən yenə cəm isimləri istəyir. Ona görə də A variantından məsələn cotton'dan bird çıxa bilərsiniz. B variantından woman'ı çıxın. C variantı trees olmalıdır. Məsələn, tree-ni çıxın. D variantı
qalsın. Y variantından T ilə ruhu çıxa bilər də cavab qalar D variantı. 29 sizdən tək isimləri istəyir. Deməli A variantında schools var, B variantı qalsın, C variantında məsələn potatoes var, D variantında məsələn passengers var, Y variantında da mice ilə tomatoes var. Cavab qalır B variantı. 30-cu sualda sizdən yenə tək isimləri istəyir. A variantı qalsın, B variantında məsələn troops var, C variantında people var. Ondan sonra D variantında məsələn scissors var. Y variantında trousers var. Cavab qalır A variantı. 31-ci sualda sizdən tək isimləri istəyir. A variantında houses var. B variantı qalsın. C variantında drivers var məsələn. D variantında results var. Y variantında fit var. Ondan sonra yani ona göre cevap qalır B variantı. 32-ci sualda sizdən yenə tək isimləri istəyir. Tək isimləri istədiyinə görə A variantından stadiosu çıxırsınız. Görürsünüz burada necə cəmlənir. Sonu oyuna bitib amma S-lə verib. O bizim saydığımız foto, video, stüdyo, zoo, kenguru, radyo, piyano, solo, kilo, aito. Deməli, bunlar nə idi? Sonu o ilə bitsə də S ilə yox, S ilə cəmlənirlər. Bununla yox, S ilə cəmlənirlər. Yəni, belə deyim də, sizin üçün çıxartdığım o qeydləri əzbərləsəz, mənim kimi belə çox da rahat bir şəkildə çıxa biləcəksiniz. Amma dediyim kimi, birinci qaydaları əzbərləmək lazımdır. 32-də dediyim kimi təkləri istəyir. Ticket məsələn var, o da cəmdədir. Studionu da çıxırırsınız. B variantı qalsın. C variantında foto ilə giysi çıxa bilərsiniz. D variantında magazinslə arrowsu çıxa bilərsiniz. Y variantında children və planetsi çıxa bilərsiniz. Cavab qalar B variantı. 33-cü sualda sizdən tək isimləri istəyir. A variantında sites verib. Məsələn, onu çıxa bilərsiniz. B variantında countries var, onu çıxa bilərsiniz. Həm də competitions var. C variantı deməli burada message var, onu çıxa bilərsiniz. Mesajlar deməkdir. D variantı qalsın. Y variantında giysi çıxırsınız. Roomsu çıxırsınız. Cavab qalır D variantı. 34-cü sualda sizdən yenə tək isimləri istəyir. A variantında fit var, getdi. B variantında roads var, məsələn, getdi. C variantında boys var. D variantı qalsın. Y variantında student var, ladies var. Ona görə də 34-də cavab D variantıdır. 35-də sizdən cəm isimləri istəyir. A variantı deməli qalsın. B variantında pencil çıxır. C variantında həm news həm də food çıxır. D variantında deməli water çıxır. Y variantında isə dish çıxır. Cavab qalır A variantı. 36-da sizdən yenə cəm isimləri istəyir. A variantında child çıxır. Children olmalıydı cəmi. B variantı qalsın. D variantında Y çıxır. C variantında dog çıxır. Y variantında dusty çıxır. Cavab qalır B variantı. 37-də sizdən tək isimləri istəyir. Birincisi mice verib. Mouse'un cəmidir. Yəni bir olanlara A-nı, Y-ni çıxırsınız. Ondan sonra buradan məsələn trousers'ı çıxa bilərsiniz. İki ayrılmaz hissədən ibarət olduğuna görə o nədir? Həmişə cəmdədir. Ona görə iki olanlarda çıxırsınız və istəyirsiniz də pilləkənləri də çıxırsınız. Nə idi? Toplu isimlərin arasındaydı. Geridə qalır deməli hansılar? Deməli step, ox və progress. Yəni 2, 5, 6 olmalıdır burada. Niyə bəs cavab çıxmır? O bir dənə baxaq. Deməli bizdən tək isimlər istəyir. Elə deyil. 1'e çıxdım. Mice. Birlər getdi. Trousers. Cəmdir. Getdi. Ha, mən
səhv yerə çıxmışam ona görə. Amma düz izah vermişəm. Progress, oxen, ox daha doğrusu step. Bunlar nədir? Hamısı tək isimlərdir. 38-də yəni cavab B variantı oldu. 38-də yenə bizdən tək isimlər istəyir. Tiz cəmdədir. Birlərə çıxıram. Goose təkdədir. Glass təkdədir. Jeans iki ayrılmaz hissədən ibarət olandır, cəmdədir. News də sayılmayandır, yəni təkdir. Mən isə mənin cəmidir. Altına çıxıram, cavab qalır 38-də A variantı. 39-da bizdən yenə cəm isimləri istəyir. 2 stop təkdir. 2-lərə çıxıram. Ondan sonra cheese təkdədir. Yəni necə təkdədir? Sayılmayan isimdir. 39-u izah edəndə yadımdan çıxıb çəkmək, ona görə də sizə bir daha izah edirəm 39-u. Deməli, bizdən cəm isimləri istəyir. Biri götürürük, 2 sadə isimdir, ona görə də çıxıram. Tights-ı hardan bilirik? 2 ayrılmaz hissədən ibarət olanlar içində keçmişdim və demişdim ki, həmişə bunlar nə olur? Həmişə cəmdə olurlar. Mən necə işləyirəm bunları? Mən 2-ni gördüm, axı buradan səhvdir. Və 1 ilə başlayır da mənim cavabım. Deməli, 2 səhvdirsə 1 ilə başlayırsa cavabım C olacaq. Yəni, mən imtahanda falan elə işləyirəm. Amma yenə də dəqiq olsun deyə axıra qədər də baxıram. Məsələn, goods. Mal əmtə deməkdir, toplu isimlərin içində keçmişəm. Riches. Eyni şəkildə toplu isimlərin içində keçmişəm. Bir dənə cheese qalır axırda. Cheese də nədir? Sayılmayan isimdir. Pendir deməkdir. O da plurala aid olmadığına görə cavab C variantı qalır. 40-cı sualda bizdən cəm isimlər istəyir. Deməli, mən actress-ə çıxıram, təkdir. 2-ləri çıxdım. Sonra people toplu isimdir. Offices cəmlənib. 4, 5, bir də 3-üm olacaq. Dishes tamamən cəmlənib. Steak də şeydir, təkdir. 41-ci sualda bizdən tək isimlər istəyir. Deməli, Y variantından planetsə çıxdınız. Ondan sonra A variantından jacketsə çıxdınız. B variantından hensə çıxdınız. D variantından da skirtsə çıxdınız. Cavab qaldı C variantı. Scarf və cloth. Scarf nə deyirik biz ona? Atkı. Şal. Şal deməkdir. Cloth da bulut deməkdir. Yəni təkdədirlər. Amma clothes görsəz clothes görsəz bu səhv deyil. Cloth belə deyək də bulut deməkdir və bulut cəmlənə bilir. Yəni elə bilərsiniz ki, sayılmayan isimdir bulut. Amma xeyr, sayılmayan isim deyil. Sayıla bilən isimdir. Hopdur, clothdur və s. Bunlar sayıla bilən isimlərdir. Nə qədər sayılmayan kimi görsənsələr də. 42-ci sualda bizdən təkləri istəyir. Bu test biraz uzun testdir. Bir dənə indi də baxım bu testdə. Bu test 109 dənədir. Mən bugün 59 dənəsini izah edəcəm. Səhərdə 50 dənəsini atacağım. Çünki bilirəm ki, həm testin izahının verildiyi dərs izahı, həm bu uzun olacaq və yorucu olacaq. Ona görə də axıra qədər oxumayacağam. Hətta 53-ə qədər oxuyacağam. Yəni bu səhifəni tamamilə bitirək. Gələn dəfə o birisini atacağam. Amma dediyim kimi birinci gedin, yenə deyirəm. Deyəcəksiniz ki, Nali bezdirdin da deyib. Başa düşdük. Gedim onları oxuyub birinci bura gəlməyəcək. Yox, səhv qurdum. Nəysə, aman. Mən danışmayayım. Məncə mən test izahı verəndə danışmayayım dostlar. Çünki mən test izahı verəndə tamamən testə fokuslandığım üçün danışmaq mənim yadımdan çıxır. Bunun üçün məni zorbalaya bilərsiniz. Həqiqətən deyirəm, bu alışqanlığımı düzəltməliyəm. Nəysə, 42-ci sualda bizdən tək isimlər istəyir. Deməli, A variantından Veyzəni, Feyzi çıxa bilərsiniz. B variantından, məsələn, Tuanə çıxa bilərsiniz. Y variantından Mausu çıxa bilərsiniz. D variantından Rumu çıxa bilərsiniz. Məndən cəm isimlər istəyirdi. Bax, mənim
deyirəm də, mən danışanda ya dərsi izah edə bilmirəm, ya da dərsi izah edirəm, danışamıram. Məndən tək isimləri istəyir. Aha. Demək, B variantından fiti çıxdım. D variantından deyisi çıxdım. Y variantından ear'si çıxdım. C variantından ear'si çıxdım. Y variantından mouse'u çıxdım. Cavab qaldı A variantı. Olur da deyirəm, mənə inanmırsınız. Mən ya dərs izah edirəm, danışa bilmirəm, ya da danışıram, dərs izah edə bilmirəm. 43-cü suala keçirəm. Məndən tək isimlər istəyir. Tək. Deməli, A variantından businessmeni çıxıram. Forest'da çıxa bilərsiniz. B variantından types'ı çıxırsan. C variantından deserts verib onu çıxırsınız. Desertdə, hə. Deməli, cavab qalır D variantı. Y variantındansa friends'i çıxırsınız. Cavab D variantıdır. Sonra 44-cü sualda bizdən tək isimləri istəyir. A variantı qalsın. B variantından doctors'dan oxygen'i çıxırsınız. Y variantından tiz'i çıxırsınız. Plum's'ı da çıxa bilərsiniz. D variantından sections'ı çıxırsınız. Y variantından da deməli burada nephews'ı çıxırsınız. Cavab A variantı. 45-ci sualda bizdən cəm isimləri istəyir. A variantından tail'ı çıxırsınız. B variantından deməli qalsın. C variantında deməli address'i çıxırsınız və weakness'i çıxırsınız. D variantından skill'ı çıxa bilərsiniz və person zaten təkdədir, onu da çıxa bilərsiniz. Y variantında isə ground'u çıxırsınız. Cavab B variantı. 46-cı sualda bizdən cəm isimləri istəyir. Deməli, partneri çıxırsınız A variantından, B variantından hangirini çıxırsınız. C variantından qalsın. D variantından ofisdən strange-tini çıxırsınız. Y variantından isə task'ı çıxırsınız. Cavab qalır C variantı. 47-ci sualda bizdən yenə cəm isimləri istəyir. A variantından community'ni çıxırsınız. B variantından harvest'i çıxırsınız. C variantından policeman var burada, man olsa, həm də ghost var burada, gis olsa cəm olardı. D variantında mathematics'i çıxırsınız. Yəni dediyim kimi sondakı S-ə aldanmayın. Nədir? Subject olanlar, yəni fənlər neymiş? Cəmlənmirmişlər. Çünki onlar neymişlər? Onlar sayılmayan isimləriymişlər deyə cəmlənmirmişlər. Gedin sayılan isimləri əzbərləyin. Soruşacağım. Bəlkə ola bilsin, ya soruşacağım, nə tər soruşacağım bilmirəm. Telepatik yollarla sizdən soruşacağım, amma bir şəkildə sizə çıxartdığım onca qeydə əzbərləyin. Sayılan isimlər 100 neçə dənə sözdür. Yəni elə bir mənim belə deyək də həvəsim yoxdur ki, o 100 neçə dənə sözü hamısını sizə yazım orada. Gülnare Umudovanın hər kəsdə olduğunu, yəni artıq onun bizim kült kitabımız olduğunu düşünürəm və ümid edirəm ki, hər kəsdə var. Yəni sayılmayan isimləri hər tərəfdən gedib tapıb əzbərləyə bilərsiniz və əzbərləməlisiniz. İlk öncə rica, sonra isə əmr edirəm, gedin əzbərləyin. Çünki hazırlıqda da, yəni çox uşaqda görürəm, sayılan isimləri əzbərləmirlər. Sonra da işləyə bilmirlər. Cavab Y variantıdır. 47-də çox uzaqlaşdıq dərsdən. 48 bizdən yenə cəm isimləri istəyir. A variantı qalsın. B variantı bizdən yenə cəmlər istəyir. A variantında translation'ı çıxırsınız, təkdədir. B variantında menü çıxırsınız. C variantında vegetables'ı çıxırsınız. Y variantında isə buffalo'nu çıxırsınız. Cavab qalır D variantı. 50-ci sualda sizdən cəmləri istəyir. A variantında firelight'ı çıxırsınız. B variantı phonetics'i çıxırsınız. C variantında agreement'i çıxırsınız. D variantında Salonovna physics'i çıxırsınız. Cavab qalır Y variantı. 51-ci sualda sizdən cəm isimləri istəyir.
A variantı qalsın. B variantında nifsi çıxa bilərsiniz. C variantında lifi çıxa bilərsiniz. D variantında doğru çıxa bilərsiniz. Y variantında isə boyu çıxa bilərsiniz. Cavab qalar A variantı. İkinci sualda bizdən deməli cəmləri istəyir. A variantında box var. B variantı qalsın. C variantında foot var. Window var. D variantında ox var. Y variantında pencil var. Cavab qalır B variantı. 53-cü sualda bizdən cəm isimləri istəyir. A variantında physics var. B həm də foot var. B variantında cool progress var. C variantı qalsın. D variantında deməli news var. Y variantında Gus var. Cavab C variantı. Bugünkü dərs izahı bu qədər idi. Gələn dəfədə bunu axıra qədər izah edəcəyik. Yəni 109-a qədər izah edəcəyik. Ümid edirəm ki, sizin üçün faydalı, sizin üçün anlaşıqlı dərs oldu. Yenə deyirəm, anlamadığınız bir yer varsa yazıb kommentlərdə soruşa bilərsiniz. Sizə geri dönüş edəcəm. Və yaxud da ki, mənim ola bilər ki, gözümdən qaçan, səhv etdiyim, ya demədiyim, izah etmədiyim yerlər varsa, belə deyək də, sayğı çərçivəsində mənə deməkdən heç bir şəkildə çəkinməyin. Yəni, mən də öz səhvlərimdən oradan dərslər çıxardıb sizin qarşınıza daha yaxşı çıxa bilərəm beləliklə. Ümid edirəm, bu dərs sizin üçün, yenə deyirəm, aydın oldu. Olmadısa yazmaqdan qətiyyən çəkinməyin. Sağ olun, salamat qalın.